Bu gün 2 dənə Temu bağlaması açacağıq. Vloqa axıra qədər baxın. İnşallah bu pizza tavalarını sınayacağım. Bacım Rəhimə pizza hazırlayır. Bu gün yoldaşımla, qızımla gedəcəyik Zefir Mola. Sağ ol. Uşaqlar üçün əyləncəli olan hissəyə gəldik. İçəridəki olan hissə üçün 15 manat qiymət dedilər. Onda Banunun 1 yaşı var idi. Çox da dayanmamışdı. İçəridə bir dənə də nəzarətçi var idi. Uşaqlara nəzarət edirdi. Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bu gün 2 dənə Temu bağlaması açacağıq. Biri Temunun Farmland oyunundan əldə elədiyim pulsuz hədiyyədir. Digəri isə 71 manat 18 qəpik dəyərində olan bağlamamdır. Birinci Farmland oyunundan qazandığım hədiyyələr göstərirəm sizə. Qeyd edim ki, bu hədiyyə tam pulsuzdur. Aprel ayından oynayırdım. Orada deməli bitki sulayaraq hədiyyə qazanmaq olur. Oynamağa apreldə başladım. Oktyabrın 15-i qutardım. Yəni həmin ərəfədə mənə hədiyyəni göndərdilər. Əlimdə gördüyünüz məhsulda 2 ədəd pizza tavasıdır. Səhv eləmirəmsə aralıqda bunların öz qiyməti 9-10 manatdır birinin qiyməti. Mən 2 dənəsini hədiyyə seçmişdim. Tavalanın özəlliyi ondadır ki, bunun içindəki görsüz dəliklər var. İçində dəliklər olduğuna görə də pizza tez pişir. İçində altı yapışmır, heç un zad tökməyə ehtiyac yoxdur. Elə xəmiri birbaşa yayırsınız və üstündəki məhsulları da tökəndən sonra 10-15 dəqiqəyə pişə bilər. Bəlkə də tez pişər. Onu yoxlayacağıq. Material olaraq da yaxşı görsənir, ağırdır. Əlimdə tutanda hiss edirəm ki, ağırdır. Yəni yüngül, keyfiyyətsiz bir şey oxşamır. Vloqa axıra qədər baxın. İnşallah bu pizza tavalarını sınayacağım. Sizinlə birlikdə baxaq görək necə olacaq. Əgər kanala abunə olmadan izlərsinizsə, lütfən abunə olun. Like edib və yorumlarınızı, fikirlərinizi rəy bölməsində yazın. Məni sevindirən, uzun müddətli gözlədiyim bir xəbəri sizinlə bölüşüm. Artıq mən YouTube'un mənə şərt qoyduğu 4000 saatı mən doldurmuşam. İnşallah bundan sonra çəkdiyim videolardan qazanc əldə edəcəm. Burada ən çox təşəkkür sizlərə düşür. Çox sağ olun ki, məni dəstəklədiniz, izlədiniz. Sizə çox təşəkkür edirəm. Keçək ikinci hədiyyəmizə. Burada mən əvvəl elə bilmirdim ki, mənə 5 cüt corab veriblər. Sonradan başa düşdüm ki, 8 cüt corab imiş. Material olaraqsa pambıq materialından hazırlanıb, yəni sintetik deyil. Bu corablardan da hərəsindən bir cütünü bacılarıma verəcəm. Ümumiyyətlə mən çoxlu sayda nəsə alıramsa, həmişə bacılarıma da çalışıram pay verim. Temudan tam pulsuz hədiyyə əldə eləmək istəyirsinizsə, mən aşağıdan kod qoyacağam, Farmland kodu. Həmin koddan istifadə eləsəz, yəni oradan sizə su gələcək. Həmin su ilə də bitkiləri sulayacaqsınız və müddətin sonunda o hədiyyəni qazanacaqsınız. Keçən dəfə 70 manatlıq məhsulu mən 2 manat 70 qəpiyə aldığım videoda, yəni orada da qeyd eləmişdim ki, Temudan Farmland oyunundan mən pulsuz hədiyyə eləmişəm. Ona görə kod qoymuşdum. O koddan da xeyli istifadə edənlər oldu. İstəsəniz həmin koddan siz də istifadə edə bilərsiniz. Keçək ikinci bağlamamıza. Bu bağlamada ən çox sifariş elədiyim məhsullar Şamla bağlı olan məhsullardır. Yəni mən Şam düzəldirəm, ona aid bir şeylərdir. Hətta neçə vaxt bundan qabaq bir izləyicimə Şamla bağlı söz vermişdim ki, ona hədiyyə eləyəcəm. Bəlkə uzun vaxt keçib o söz verməyimdən bəlkə məndən inciyə də bilər. Araya çox şeylər girdi, ona görə də vaxt eləyə bilmədim. Həm bacımın nişanı ilə bağlı çox vaxtımız getdi. Montaj işlərim bir yandan. Ona görə də həm də Şamla bağlı sifarişlərimi gözləyirdim. Onlar gələndən sonra hazırlayacağam. İnşallah təhvil verəcəm. Həmin xanımın adı Nuray xanımdır. Əgər mənə izləyirsə, yorumlarda yazsın. Mən ona hədiyyə hazırlayıb göndərəcəm inşallah. Əlimdə gördüyünüz məhsul da qutulardır. Yəni şamı hazırlayandan sonra ya şam, ya şokolad fərq eləməz. Nəsə hazırlayandan sonra içində qutudur. Yəni yerləşdirməyə, hədiyyə kimi vermək olar. İçində 10 paçkadır. Qiyməti də 10 manat 73 qəpikdir. Ölçülər də eyni 12 santimdir, uzunluğu isə 9 santim. Qutunun hissələrini düzəltdim, amma lent hissələrini bilmirdim ki, necə eləyim, yəni ki, necə eləyim ki, səliqəli alınsın. Neçə dəfə açıb baxlayandan sonra axır ki, nəsə biraz düzəltə bildim. Məhsulları ümumilikdə mən 71 manat 18 qəpik ödəsəm də, əslində öz qiyməti başqa idi. Öz qiyməti 88 manat 97 qəpik idi. Həmişə kimi mən məhsul almazdan əvvəl Temu Asistantdan 20% kupon istəyirəm, ona görə də bu qədər endirmə salıb ala bilirəm. Qədər məhsula da 20% endirim eləyəndə 17 manat 79 qəpik endirim elədi. Əgər telefonunuzda Temu proqramı yükləməmişsinizsə, mən oradan link qoyacağam. Oradan yükləsəz, bir gün ərzində sizə 30% endirim kuponu verəcək. Məsəl üçün mənə 17 manat endirim eləyiblərsə, sizə 26 manat endirim eləyəcəklər. Yəni bu qədər məhsula mən məsəl üçün 71 manat ödəmişəmsə, siz 62 manat ala biləcəksiniz. 30% endirimi də istifadə eləmək üçün yüklədikdən, yəni 24 saat ərzində istifadə eləmək olar. Yəni Temu yükləyəndən sonra
bir gün ərzində istifadə edə bilərsiniz. Temun çoxdan istifadə edənlər də Temu assistanta yazıb 20% endirim kuponu istəyə bilərlər. Necə əldə edəcəyinizi də deyim sizə. Birinci sizə yazanda bot yazacaq, yəni ki, avtomatik robot yazacaq. Yazacaqsınız ki, mənə 20% kupon ver. Deyəcək, nə bilim, başqa kuponlar var falan. Razı olmayacaqsınız. Neçə dəfə yazacaq, yazarsınız ki, canlı dəstək. Canlı dəstəyə öz fikrinizi bildirəndən sonra, yəni biraz dirəşmək lazımdır. Biraz israr eləmək lazımdır. Ondan sonra sizə həmin kuponu verirlər. Bayaqdan sizə 3 dənə məhsul göstərdim, amma demədim ki, nələrdir. Yəqin bəziləri başa düşər ki, nədir. Bunlar şam üçün qəliblərdir. Birinci göstərdiyim yolka şəklində qışa aid, yəni yeni il aid temalardır. Bu əlimdəki də kozalaqdır, yəni şam ağacının meyvəsidir. İnşallah bunlardan çox gözəl şam hədiyyələri hazırlayacağam. Həm rəngli fiqurlu olacaq, həm də ətli şamlar olacaq. Növbəti məhsul da qar formasındadır, qar dənəcəyi formasında olacaq. Ağ rəngdə düzəldəcəm bundan. Həm ağ rəngdə, həm də ki, açıq mavi rəngdə də düzəltmək olar. Keçək növbəti məhsula. Bu məhsulsa şamları və yaxud da neysə paketləyəndə zədə almaması üçündür. Yəni əvvəl biraz şübhəli qalırdım paketləyəndə ki, zədə görər qutunun içində, yəni harasa deyib əzilə bilər. Amma bu məhsul görəndən sonra bu məhsula da deyəsən köpük deyirlər. Bununla yəni sarıyandan sonra məncə zədə almayacaq, yaxşı olacaq. Temuda ümumiyyətlə məhsulları yaxşı paketləyir, görürsünüz, zədə almadan hər şey gəlir. Bunun içindəki məhsulda 4 dənə dondurma qabı gedir, amma mən bunun içində şam hazırlayacağam. Yaxşı da paketləyib ki, yəni içindəki şüşələr sınmasın. Ölçüləri eyni 8 santimdir, hündürlüyü isə 5 santimdir. 4 dənəsinə 13 manat nə qədərsə vermişdim. 20%-dən də düşəndə qiyməti olur 10 manat 88 qəpik. Yəni bunun bir dənəsi 2 manat 72 qəpiyə başa gəlir. Forması da, ölçüsü də çox xoşuma gəldi. İnşallah satış eləyə bilsəm, yenə də bunlardan sifariş eləyəcəm. Bunu da içinə yerləşdirirəm ki, görüm yerləşir yoxsa yox, amma əslində yerləşir, çünki əvvəlcədən ölçüləri hesablayıb almışdım. Yenə də yoxlayıram, görürəm ki, yerləşir. Hələ mən üstündən köpüklə də sarıyacam ki, zədə görməsin. Əlimdəki də qızılgül formasında olacaq, çox gözəldir. Yəni bunu da şüşə qablarda düzəltdiyimin içində düzəldəcəm. Gözəl formada olacaq. Endirimlə də hesablayanda 2 manat 80 qəpiyə başa gəlir. Şamları da hazırlayandan sonra elə olacaq ki, mən əvvəldə də rənglər istifadə edə biləcəm. Sonrada da, yəni üstündən rəngləməyə belə bir boyalar almışam. Yəni bir var əridən zaman rəngi tökürsən, bir də var hazır düzəldəndən sonra rəngləmək üçün. Sırf bunlar mənə lazım idi. Aldıqlarım da sırf şam üçün olandı. Eləsi var ki, akrillə boyuyur mənim. O məsləhət görmədi. Yəni mən ChatGPT-dən də soruşdum. Dedi ki, akrillə rəngləyəndə, yəni ziyandır da, şamı yandıranda nəfəsə gedər, ziyan olur. Ona görə də sırf elə şam üçün olan rənglərdən almaq yaxşıdır. Burada da setin içində 6 dənə rəng var. Hamısına bir yerdə endirimlə bərabər 5 manat 48 qəpik pul ödədim. Birinin həcmi isə 10 millidir. Qoxusuna baxdım, qoxusu yox idi. Rəngi də yaxşı görsənir, yəni istifadə edəndə biləcəm ki, şamın üstündə necə görsənir. Mən seçdiyim setin içində qırmızı rəng yox idi, ona görə də ayrıca aldım. Ayrıca alanda da baha başa gəlir, yəni təkcə bunun qiymətinə 2 manat 68 qəpik pul ödəmişəm. Təsəvvür edin, 6-sına mən 5 manat 48 qəpik ödəmişəm, birini isə 2 manat 68 qəpik. Ona görə də set şəklində almaq daha çox sərf eləyir. Deyəsən bu aldığım sonuncu qəlibdir. Bu da papatya şəklində olandır. Yəni çoban yastığı formasında. Endirimlə 2 manat 52 qəpik almışam. Ölçülərdə 5,5-in 5,5-ədir. Hündürlüyü də 1,4 santimdir. Bayaqçı qızılgüllə də müqayisə edəndə görürsünüz, yəni ölçülər biraz fərqlidir. Şüşə qabla da yoxlayıram ki, görüm uyğunluğu var yoxsa yox. Keçən dəfə də Temudan mən flaşka almışdım, amma o yaxşı çıxmadı. Yəni bir iki dəfə istifadə elədim. Taxanda gördüm ki, bütün məlumatlar itib, yəni içinə köçürdüyüm şeylər yoxa çıxıb, yəni istifadə eləmək olmur. Yaxşı ki, içinə köçürdüklərim çox da lazımlı şeylər deyildi, ona görə də çox da peşman olmadım. Amma Temu assistantın özünə bildirdim ki, yəni bu yararsız məhsuldur, videoda çəkib atmışam. Mənə dedilər ki, məhsulu qaytar, yəni pulu da göndərək. Mən də hələ vaxt eləyib qaytara bilməmişəm. Onun qiyməti amma ucuz idi, yəni ucuz ətin doğrudan da şorbası olmur. Xarab məhsul çıxdı. Səhv eləmirəmsə qiyməti elə 4-5 manat idi. Bu amma 20 manata olan bir məhsuldur, həm də üstündə yazılıb ki, yəni markadır. Alanda da baxıram, görürəm ki, marka yazılıbsa onu da alacam. Çünki belə elektronik şeylər alanda marka olduğuna diqqət eləmək lazımdır. Bunu da mən 20 manatdan endirimlə 16 manat neçə qəpik isə almışam, yəni 40 neçə qəpik idi.
Yaddaşı da 128 GB-dir. Burada Kodak firmasının məhsulu da vardı, amma o biraz çox baha idi. Yəni onu almaq istəmədim. Dedim elə bu da markadır, elə qoy bunu alım. Və sonuncu aldığım məhsul bu da şam üçün rəngdir. Bu rəngi də ərimə mərhələsində tökmək lazımdır, yəni onun üçündür. Bu rəng məndə yox idi, korичневый rəngi. Başqa rənglərim vardı, amma bu rəngim yox idi. Bunu da əsas şam ağacı meyvəsi rəngləmək üçün lazım olacaq. Yəni ona görə bunu aldım ki, o rəngdə istifadə edeyim. Onun həcmi 100 ml-dir, yəni 100 qramdır. Keyfiyyətində istifadə edəndə biləcəm ki, necədir. Yəqin ki, yaxşı olar. Endirimlə qiyməti 4 manat 48 qəpikdir. Bu məhsulları almışam, amma əsas maddə olan şamın özüdür. Yəni almamışam hələ ki. İnşallah onu da alacağam. Mütləq hazırlayacağam. Şamın da 1 kilosu 15 manatdır. Bu arada bayaq bu qutunu bağlayanda səhv göstərmişdim. Yəni belə elə olmalıdır ki, izlər bilinməməlidir, lentlərin izləri. Yəni bağlayanda səliqəli bağlamaq lazımdır. Həm də bayaq fikir verdinizsə, boş kimi görsəndə bağlayanda sıx olmalıdır, yəni möhkəm olmalıdır ağzı. Aldığım pizza tavalarını yoxlamaq üçün indi də bacım Rəhimə pizza hazırlayır. İndi yoxlayacaq, görək necə olacaq. Mənə çox maraqlıdır. Əvvəllər biz pizza bişirəndə əti çiğ-çiğ qoyurduq elə xəmirin üstündəki elə tovkada bişsin, amma indi belə eləyirik. Yəni əvvəlcədən tavada qızardırıq. Onda çovkada, yəni çox qalmır ət. Ona görə tez pişir. Həm də Poland pendiri çovkada çox qalanda, çox bişəndə qatmaq kimi olur, yəni yumşaq olmur. Ona görə də ən yaxşısı elə məhsulları bişirməkdir. Bişirib üstünə töküb, çovkada da ancaq elə xəmiri pişsin, götürmək daha yaxşıdır. Xəmiri əvvəlcədən yoğurmuşdu, o prosesi çəkmədim. Hazır hissəni göstərim sizə. Yoğurandan sonra hissələrə böləcək. Yəni yəqin ki, bundan 4-5 dənə pizza alına bilər. Tavanın ölçüsü yadımdan çıxdı demək. Deməli 29 nöqtə neçə santim idisə tam dəqiq yadımdadır. Yəni 30 santim demək olar. Çox gözəl bir şeydir. Görək necə bişirəcək. Altına un səpərdin gərək yapışar. Yox, yapışmaz, yağlı xəmir. Tavaların ikisinə də xəmiri yayıb hazır qoymuşuq. Üstünə də toyuq, bibər, bir də pomidor vuracağıq. Bu arada ən çox baxılan nişan videosu 15.000 hələ ki baxış topu, bəlkə də get-gedə artacaq. Orada yazılan belə bir yorum mənim diqqətimi çəkdi. Deməli yazmışdı ki, belə səmimi və sadə olsan və bu formada videolar çəksən maraqlı, sən tezliklə gözəl bir bloger ola bilərsən. Daha sonra yazıb ki, tənbəllik eləmək olmaz, daim hərəkət və yenilik. Həqiqətən dediyi sözlərində haqq var. Düzdür, çəkdiyim videolar arasında uzun vaxtlar var. Tez-tez vlog çəkə bilmirəm. Çünki montaja çox vaxtım gedir. Montaj eləmək üçün də gərək bekar olasan. Mən həm anayam, yəni uşağa çox vaxtım gedir ev işlərinə. Ona görə də vaxt tapdıqca montaj eləməyə başlayıram. Hərdən olur ki, həvəsdən də düşürdüm. Hətta fikirləşirdim ki, bəlkə video çəkməyim. Çünki əvvəllər baxış sayı çox az olurdu. Mən də motivasiya ola bilmirdim. Baxış sayılar ki, yaxşı olanda mən motivasiya oluram, çalışıram ki, daha çox video çəkim. Axırıncı videomda Halloween-la bağlı video idi. Təsadüf necə olubsa, bizim deməli əvvəlki qonşumuzun qabağına mənim vloqum çıxıb, o da izləmişdi. Həmin xanım da atamı tanıyırdı, həmişə onu görəndə əvvəllər salam sağ ol eləyirdi. Hal-hazırda başqa yerə köçüblər, amma necə olubsa, qabaqlarına çıxmışam və izləyiblər. Çox heyf ki, əvvəllər mən həmin xanımla qarşılaşmamışam, çünki bizdə o vaxtlar atam küçəyə barə çox icazə vermirdi, ancaq məktəbdən evə gəlirdik. Yəni başqa bir yerə getmirdik. Bu səbəbdən də biz qonşuları yaxşı tanımırıq. Pizza bişirəndə əsas nüanslardan biri də belə bir vilka ilə deşiyi açmaqdır. Bunu eləmək lazımdır ki, pizza qalxmasın, xəmiri qalxmasın. Birinci olaraq da xəmirin üstünə damatlı su tökmək lazımdır. Belə bir şey almışdım Temudan. İçində 6 dənə belə bir fırçası olan, silikon fırçası olan bir dəst var idi. Bundan dedim ki, yaysın, görək necə yayır. Prosta biraz çətinliyi var ki, ölçüsü balacadır, adama vaxt aparır da, yorur adamı. Biraz böyük olsaydı daha yaxşı yayardı. Balacadır deyəndə adamın əlini yorur, ona görə də başqa fırça ilə daha tez olsun deyəndə ondan istifadə elədi. Halloween-i qeyd elədiyimiz videoda başqa bir izləyicinin yorumu da diqqətimi çəkdi. Yazmışdı ki, Halloween nədir? Amerikalısınız, nə vaxta kimi o biri millətlərə özümüzü bənzədib, özümüz olanı bəyənməyəcəyik. Əslində biz Halloween-i şənlik kimi fikirləşib belə getmişik. Yəni dini məqsədlə bir şey fikirləşməmişdik. Sadəcə olaraq parti kimi, belə şənlik kimi fikirləşmişdik. Amerika böyük ölkədir, yəni inanmıram ki, böyük ölkə kiçik ölkənin
nəysə dini inanclarını, onun nə bilim adət-ənənələrini nəsə qeyd eləsin. Yəni mən müşahidə eləmişəm ki, kiçik ölkələr böyük ölkələrə həmişə maraq göstərib. Amma mən bunun əksini görməmişəm. Kafeyə getdiyimiz gün sən demə başqa bir bloger də yuxarıda çəkiliş eləyirmiş, biz aşağıda oturmuşduq, yuxarıda da başqa bir bloger var imiş. Bunu da mənə bir izləyicim dedi, yəni mənim xəbərim yox idi. Deyəsən izləyicinin özü də həmin günü kafedə olubmuş. Amma izləyicidən soruşanda ki, hansı bloger idi, onun adını yazmadı, yəni bilmədim ki, hansı bloger idi. Pizzanın üstünə axırda fikirləşdim ki, elə zeytun vursaq da yaxşı olar. Prosta bizdəki tumlu zeytundur, gərək bunun içindəki tumu çıxaraq. Bizdə zeytun tumunu çıxarmaq üçün alət yoxdur, amma gilas tumu üçün var. Onunla yoxlayaq görə alınacaq, yoxsa yox. Zeytun tumu böyük olduğuna görə bu alətin içindən keçmədi. Ona görə də məcbur qalıb elə bıçaqla kəsməli olduq. Son olaraq da qovurduğumuz toyuqları üzərinə töküb qoyacağıq sobaya. Keçən dəfə nişan üzüyünü göstərmişdim, amma ilk dəfə tanışlığa gələndəki üzüyü göstərməmişdim. Nişan üzüyü həm brilyantlandı, həm də ki ağ qızıldandı, yəni platindən. Tanışlıq üzüyü də gözəldir, o da qızılı rəngdədir. Bunu da çox bəyəndim. Pizzamızın da hazır pişmiş halı belədir. Əslində biraz çox qalıb qızarıb üstü. Yəni mən olsam üzərini biraz az qızardardım, daha akışqan olardı. Yəni xəmiri götürəndə üstündəki Holland pendiri saqqız kimi axardı. Mən istədim bütün pizzaları, yəni belə bir listlərdə hazırlasın, Temudan aldığım pizzanın listlərində. Amma Rəhimə səbri çatmadı, elə sobanın öz listlərində hazırladı. Gördüyünüz kimi pizza xəmiri ilə rahat listdən ayrıldı, rahat da çıxdı. Ürəyimdə biraz şübhə var idi ki, ola bilsin ki yapışar, amma yaxşı ki yapışmadı. Bayaq pizzanın altını göstərmədim, belədir altı. Adamda elə hissiyat yaradır ki, elə bil ki, təndirdə pişmiş kimi görsənir. Nəsə, məndə elə bir hissiyat yaratdı. Pizzanın tadına baxdım və çox bəyəndim. İkinci pizzamız da hazırdır. Bunu mən dedim ki, göy soğanla eləsin. Dadı məncə möhtəşəm olacaq. Həm də göğsü üstü çox qızarmayıb. Bu da o deməkdir ki, Holland pendiri daha akışqan olacaq. Ən ideal xoşuma gələn bu oldu. Rəhimə orada pizza hazırlayanda mən də burada stajını hazırlayırdım. Prosta həmin prosesi çəkmədim. Ona görə ki, keçən videomda çəkmişdim, istəmədim oxşar olsun. Əslində planımda stajını hazırlamaq yox idi. Prosta ata produktları əvvəlcədən alıb qoymuşdu. Yəni istədik ki, mən hazırlayım. Ona görə də onun ürəyini qırmadım, hazırladım. Stajını əsas mən göy soğan vuranda xoşduram. Ən çox ona dad verən odur. Çox dadlı eləyir. Keçdik növbəti günə. Bu gün yoldaşımla, qızımla gedəcəyik Zefir Mola. Gəl. Gəzmək yoxsa gəzməyə çıxdı, gəzirik. Bizim də rezon olsa bu halda qalmışsa, özüm də bilirəm. Sağ ol. Gəzmək sağlamdır. Qeyd edeyim ki, Zefir Mola atamgilin evinə yaxındır, ona görə də elə piyada getdik. Buranın ifti ama bir şey geniştir. Pasta kimi. Uşağın stolu nə qədər təmiz olsa da mən hər dəfə 2-3 dəfə silirəm. Yəni tam təmiz olduğuna əmin olmaq istəyirəm. Həmişə biz KFC-dən yemək alanda soklarını marketdən alırıq, yəni oradan alanda baha çıxır. Adi kolanın özünü bir dənəsini 3 manata verirlər deyəsən, amma biz marketdən 2 manat 20 qəpiyə 2 dənə sok aldıq.
Yəni 6 manatdan çox eləyəcəkdi əgər biz sokları KFC-dən alsaydıq. Kartofunu ver bağlı yesin. Atdı. Niye? Yemeyen misin? İsti deyə yəqin ona görə. Yemək də yeyəndən sonra uşaqlar üçün əyləncəli olan hissəyə gəldik. Bu videonu mən çəkiliş eləyəndə ayın 2-si idi. Ona görə də hələ də görüntülərdə Halloween-ə aid şeylər var. İçəri girəndə birinci bizə dedilər ki, anketi doldurmaq lazımdır, ondan sonra da içəri keçmək olar. Ödəniş eləməzdən əvvəl də 10 dəqiqə sınaq müddəti verirlər. Yəni ki, uşaq orada dayanandısa, onda ödəniş eləyirik. Əgər dayanmasa, çıxartmağı, yəni pul istəmirlər. İçəridəki olan hissə üçün 15 manat qiymət dedilər, həm də ki, limitsizdir. Bir gün ərzində neçə dəfə gedib gəlsə, yəni qiymət həmin şeyə daxil olur. Burada əsas böyük uşaqlar idi, balaca uşaqlar yox idi. Ona görə ki, gələnlərin hamısı orada tullanmaq üçün yer vardı, hoppanmaq üçün. Böyük uşaqlar da orada tullanırdılar, yəni onlar gəlirdilər. Bir də əsas yuxarıdakı hissədən sürüşmək üçün yer var idi, oradan sürüşürdülər. Amma bu hissə hələ az yaşlı uşaqlar üçündür. Keçən ildə gəlmişdik bu hissəyə. Onda balanın 1 yaşı var idi, çox da dayanmamışdı. Amma bu dəfə biraz daha rahatdır. Balonu bura qoydum ki, biraz burada da oynasın, amma çox da xoşuna gəlmədi. Çox qalmadı, heç bir dəqiqə qalmadı. Fikir elə sürüşməkdə qalmışdı, ona görə də ələn çox ondan istifadə elədi. Ola bilər gələcəkdə Temudan belə bir şey alım. Gördüm orada 80 manata var, yəni 80 manata başlayır. Amma belə yaxşıları 113 manatdan başlayır. 84 manat olanın yəni ölçüsü də balacadır, 1 metrdir. Belə ölçüdə olanlar, 1,5 olanlar 113-dən başlayır. Onu da 20%-ə salıb 90 manata almaq olar. Balonu burada 10 dəqiqə oynayandan sonra keçdik o biri tərəfə, yəni bura pul vermədik. Bura onsuz da sınaq idi, 10 dəqiqəyə qədər pulsuzdur. Gətirdik bu hissədə oynasın. Burada ancaq 3 yaşına qədər uşaqları qoyurlar, yəni qum olan hissədə. Buranı da 10 dəqiqəyə qədər pulsuz eləyirdilər. Prosta biz istədik ki, elə 1 saat burada qalsın. Pulunu da əvvəlcədən ödəyəcəkdi, özləri razı olmadı. Dedilər ki, 10 dəqiqən keçsin sonra. Buranın 1 saatı 6 manatdır, limitsiz isə 15 manatdır. Həm o biri tərəfdə, həm də bu tərəf. İçəridə bir dənə də nəzarətçi var idi, uşaqlara nəzarət eləyirdi. Evə gələndən sonra çek vermişdilər, həmin ödəniş elədiyəndən sonra. Orada deməli QR kodu oxudursan, canlı kamera ilə uşağı izləmək olur. Yəni özünüz harda istəsəz otura bilərsiniz, hardan istəsəz telefondan izləmək olar. Ya da istəsəniz qumun ətrafındakı hissələrdə stol var, orada yemək yeyə uşağa baxmaq olar, çay içə bilərsiniz. Biz birinci dəfə idi qoyurduq bura, ona görə də təcrübəmiz yox idi, yəni bilsəydik əvvəlcədən. Elə buranın ətrafındakı stollarda oturardıq. Yəni mən ayaq üstə çox qalmışdım deyənə yorulmuşdum. Qıraqdan stol götürdüm. İşçilər dedi ki, yəni burada oturmaq olmaz. İstəsəniz o bir tərəflərdə stol var. İzləmək istəyən o tərəflərdə otursun. Yəni burada qabaqda oturmağa qoymadılar. Boş yer tapan kimi gəldik, burada oturduq. Bu dəfə gəlməyimiz də bizə təcrübə oldu. İnşallah gələn dəfə gələndə daha təcrübəli olacağıq. Fikir versəz, uşaqların köynəklərinin arxasında uzun lent yapışdırıblar. Onu mən də birinci dəfə təəccüblə qarşıladım. Sonradan bildim ki, o həmin uzun lent ödəniş eləyəndən sonraki biletdir. Onu uşağın koftasına yapışdırırlar. Burada saata da qeyd edirlər ki, 1 saatlıqdır, yoxsa limitsiz. Saata hesablayırlar, yazırlar, uşağın vaxtı nə vaxt bitir. Banu bəlkə orada 1 saat 20 dəqiqə, yəni 1 saat yarım orada qaldı. Amma işçilər heç səs eləmədilər, heç demədilər ki, çıxsın. Özümüz bezdik, çıxardıq. Biz deməsəydik, çıxartmayacaqdılar da. Yəni 1 saat deməklərinə baxmayın, elə 1 saatdan da artıq qalır, heç kim də heç nə demir. Videonu burada sonlandırıram. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Abunə olmayanlar lütfən kanala abunə olsunlar. Videonu like edib, fikirlərinizi rəy bölməsində yazmağı unutmayın.